Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah'ın izniyle bugünleri yine de salavatın bazı fəzilətləri və faydaları haqqında sizə danışmaq istəyirəm. Salavatın fəzilətləri həddindən artıqdır. Ancaq burada deməli kitabda 50 dənə faydası qeyd olunub. Onların ən üstünlərindən bir qədər istəyirəm sizin nəzərinizə çatdıram. Birinci fayda, Allah'a məxsus olan əxlaqa malik olmaq. Allah Teala salavat ayəsində bildirir ki, o özü Həzrətə, yəni bizim Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat göndərir. Demək, kainatın ağasına salavat göndərmək Allah tərəfindən olan bir qayda, qanundur. Bu həm də Allahın ilahi əxlaqa malik olun və ona iqtida edin əmrinə əməl etməkdir. Bu da ilahi feyzin, əbədi məqamların hasil olmasına və Allahın Həbibinə yaxınlaşmağa səbəbdir. İkinci fayda, salavat Allaha itaət etməyin nişanəsidir. Ayədə deyilir ki, ey iman gətirənlər, ona salavat və salam göndərin. Məlumdur ki, Allah Teala'ya itaət etmək xoşbəxtliyə və nicat tapmağa səbəbdir. Allah Teala buyurur, hər kəs Allaha və Peyğəmbərə itaət etsə, böyük xoşbəxtlik əldə etmişdir. Üçüncü fayda, salavat göndərmək mələklərin sifətindəndir. Çünki onlar Həzrətə salavat göndərirlər. Hər kəs özünü bir dəstəyə bənzətsə, onlardan hesab olunar. Bununla insan mələklər aləminin sakini olur. Dördüncü fayda, salamın içində Allah Teala'nın da adı var və hər kəs öz salamında haqqı ilə olsa xətərlərdən qorunar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Cəbrail mənə nazil olub bəşarət verdi ki, Allah Teala buyurur, hər kəs sənə salavat göndərsə, mən ona salavat göndərərəm. Hər kəs sənə salam versə, mən ona salam verərəm. Sonra Peyğəmbər salavatullah buyurdu, mən bu bəşarətdən sonra şükür səcdəsi etdim. İmam-ı Sadiq aleyhisselam buyurmuşdur, Peyğəmbər sallallahu aleyhi və səlləmin adı gələndə ona çoxlu salavat göndərin. Hər kəs ona bir salavat göndərsə, Allah Teala ona 1000 sıra rəhmət mələklərinin sırasında 1000 salavat göndərər. Və Allahın bütün yaratdıqları o kəsə salavat göndərər. Hər kəs buna rəğbət bəsləməsə, o cahil adlanmışdır. Çünki bu qədər salavatları və onun savablarını həmən insan əldən çıxarmış olur. Həqiqətən Allah Peyğəmbər sallallahu aleyhi və səlləmə və əhl-i beyti ondan narazı qalar. Kuleyni İmam-ı Sadiq aleyhisselamda rəvayət edir ki, İmam Fərrux adında bir şəxsə dedi, ey hər kəs 10 dəfə Peyğəmbər salavatullaha və əhl-i beytinə salavat göndərsə, Allah Teala və mələklər ona 100 dəfə salavat göndərərlər. Hər kəs 100 dəfə salavat göndərsə, Allah və mələklər ona 1000 dəfə salavat göndərərlər. Məgər Allahın bu sözünün eşitməmişsənmi? O elə bir Allahdır ki, mələkləri ilə birlikdə sizə salavat göndərir və bununla da sizi zülmətdən nura, yəni işıqlığa çıxarır. Beşinci fayda,
Abdullah İbni Ürf adında bir şəxs Peyğəmbər sallallahu aleyhi ve sellem'dən rəvayət edir. Cebrail nazil olub mənə bəşarət verdi ki, Allah Teala buyurur, 70 min mələk sənə salavat göndərənə salavat göndərir. Həmin şəxs cənnət əhlindəndir. Cəvahirül Əhadis və Zəhrül Riyaz kitabında deyilir ki, Peyğəmbər buyurmuşdur. Allah Teala bir mələk yaratmışdır ki, bir qanadı məşriqdə, o bir qanadı isə məğribdədir. Ayağı 7-ci yerdə, başı ərşin altındadır. İnsanların, cinlərin, heyvanların, səhra və dənizlərin sayı qədər, həmən yaranmışların çəkdikləri nəfəslər qədər, yağışların damlaları, ağacların yapraqları, səmaların ulduzları, çöllərin qumları qədər bu mələkdə qanad vardır. Ümmətimdən biri mənə salavat göndərəndə, Allah Teala həmin mələyə əmr edir ki, Nur dənizinə baş vursun, sonra qanadlarını çırpsın. Onun hər qanadından tökülən qətrələr qədər Allah Teala mələk yaradar və hamısını əmr edər ki, qiyamət gününə qədər bu bəndə üçün, bəndə yəni həmən qulum üçün, Allahın qulu üçün istiğfar etsinlər. Yəni onun günahlarının bağışlanmasını Allah Teala'dan istəsinlər. Həmin böyük mələyin özü də salavatdan yaranmışdır. 6-cı fayda. Dahilər demişlər ki, insanın ruhu onun əməllərinin təzahürü olan hissiyyat orqanları ilə fəaliyyətdə olan bədənlə əlaqələndiyi üçün ilahi nurları qəbul etməkdə qüsurlu görünür. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, qiyamət günü mənə ən yaxın olanlar daha çox salavat göndərənlərdir. Yəni Peyğəmbərə daha çox salavat göndərənlərdir. İmam Həsən Əskəri aleyhisselam buyurmuşdur. İbrahim aleyhisselam Peyğəmbərin Allah tərəfindən xəlil, yəni dost, xəlil sözünün mənası dost deməkdir, seçilməsi onun Muhammed və əhl-i beytinə, Peyğəmbərimizin əhl-i beytinə çoxlu salavat göndərməsinə görə idi. 7-ci fayda. Möminlərin salavat göndərməsi onların Peyğəmbərinə olan məhəbbətlərinin əlamətidir. Bu məhəbbət ixtiyaridir. Yəni hər bir insanın öz ixtiyarındadır. Yəni ürəyin təmizliyindən, əqidənin möhkəmliyindən və niyyətin saflığından asılıdır. Buna 2 dəlil gətirmək olar. Əvvəla bir nəfərlə dostluq etməyin nişanəsi onu çox xatırlanmaqdadır. İkincisi budur ki, əgər bir şəxs başqasını dost tutarsa, gərək onun dostluğunu əldə etmək üçün olan vasitələri də dost tutsun. Deməli, zikr edənin ürəyində Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin məhəbbətinin olmasına dəlil həmişə onu xatırlayan dildir. Çünki bəndə bütün vaxtını salavat göndərməklə keçirərsə, sanki bunu öz məhəbbətinə şahid gətirir. 8-ci fayda. Bir kişi Peyğəmbərdən soruşdu. Qiyamət nə vaxt olacaq? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Həmin gün üçün nəsə hazırlamısan? O kişi dedi, mənim o qədər də çox ibadətim yoxdur. Lakin Allah və Peyğəmbəri çox sevirəm. Peyğəmbər buyurdu, sən onu sevənlərlə birgə olacaqsan. 9-cu fayda. Salavat göndərmək Allaha yaxınlaşmağa səbəbdir. İbn-i Babaveyh İmam Həsən Əskəri aleyhisselamdan nəql edir. Yəni bizim 11-ci İmam aleyhisselamdan nəql edir. Allah Teala İbrahim sallallahu aleyhi ve sellem Peyğəmbəri Muhammed və onun əhl-i beytinə çoxlu salavat göndərdiyi üçün xəlillik məqamına çatdırdı.
Rəvzətül Üləma kitabında deyilir. Allah Teala Musa əla nəbiyyina və əleyhissalama vəhy etdi. İstəyirsənmi sənə kəlamının dilinə, nəzərinin gözünə, eşitməkliyinin qulağına, ruhunun bədəninə, fikrinin qəlbinə yaxın olmasından da yaxın olum. Musa əleyhissalam dedi, əlbəttə istəyirəm. Onu kim istəməz? Allah Teala buyurdu, bu səadət və kəraməti axtarırsansa, mənim dostum Muhammədə salavat göndər. Çünki ona salavat göndərmək rəhmət, nur və hidayətdir. Əhl-i Sünnə kitablarında deyilir, Allah Teala Musa ilə Nəbiyyina və əleyhissalama vəhy etdi. Mən səninlə danışanda mənim kəlamımı eşitməyin üçün 10.000 qulaq yaratdım. Mənə cavab verə bilməyin üçün 10.000 dil yaratdım. Lakin bununla belə yalnız Muhammed sallallahu aleyhi və səlləmə salavat göndərsən, mənə daha yaxın olarsan. Salavat göndərmək həm də Həzrət Salavatullaha daha yaxın olmağa səbəb olur. Peyğəmbər buyurmuşdur, qiyamət günü mənə ən yaxın olan kəs dünyada mənə ən çox salavat göndərənlərdir. Bəzi əhl-i sünnə kitablarında deyilir ki, Peyğəmbər buyurmuşdur, qiyamət günü cənnət libasını geyinən ilk kəs babam İbrahim əleyhissalam olacaq. Ərşin sağ tərəfində qoyulan kürsüdə onu əyləşdirərlər. Sonra mənə libas geyindirib sol tərəfdə olan kürsüyə dəvət edərlər. Əli əleyhissalam mənim qarşımda dayanar. Ümmətim isə müxtəlif dərəcələrə əsasən qərar tutarlar. Hər vacibi namazdan sonra mənə 10 dəfə kim salavat göndərsə, həmən bəndəyə mənə yaxın olan yerdə yer verirlər. O məni, mən də onu görərəm. Onun üzü 14 gecəlik ay kimi nurlu olar. 10-cu fayda. Bu zikir Peyğəmbərin şəfaət etməsinə səbəb olar. Yəni salavat Peyğəmbərə göndərmək. Camiül Əkbar kitabında deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli əleyhissalama vəsiyyət edərkən buyurdu. Ya Əli, hər kəs, hər gün, ya hər gecə mənə salavat göndərərsə, böyük günahlar sahibi olsa da, qiyamətdə ona şəfaət etməyim mənə vacib olar. Peyğəmbər salavatullah vida həccində buyurmuşdur. Ey mənim ümmətim, Allah sizin günahlarınızı istiğfar etməklə bağışlayar. Hər kəs la ilahə illallah kəlməsini desə, onun savabı çoxalar. Hər kəs mənə salavat göndərərsə, qiyamət günü mən ona şəfaət edərəm. Hələlik bu qədərlə kifayətlənirəm. Bugünlük, yəni elə bilirəm ki, bəs edər Allahın köməkliyi ilə. İndi isə Allaha əmanət olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.